Salam dostlar, pedalizm yolunda olaraq bugün sizə keşlənin amansız yolları ilə tanış edəcəm. Niyə amansız? Özünüz görəcəksiniz. Çünki bu yollara bugün istənilən saatına daxil olun və dolu olduğunu görəcəksiniz. Keşlədən nəyə keçirəm? Keşlədən ilk olaraq deyim ki, Həzrət Süleyman Ayna Sultan yolu gedirəm və burada Ayna Sultandan Həzrət Süleyman'a qayıdıram. İşdən, daha doğrusu həkimdən evə, evdən həkimə gedirəm burada. Və sadəcə keşə yolumun kiçik bir hissəsidir. Sadəcə tıxacın hansı vəziyyətdə olduğunu göstərir və günün pik saat deyil bu arada. 4-5 işləyib falan da yəni. Azərbaycanda o da lüks yaşamırıq saat 4-də işlənəcəksinlər də. Əksəri, yəni çıxanlar var ya, az mənim kimi. Nəysə, əslində bu yoldan istifadə etməyimin səbəbi sadəcə nostalji olsun deyə. Çünki şəhər yoluna düşsəm 8 noyabrın velosiped yolu ilə hərəkət edə bilərəm. Sadəcə bu yolun xatirəsi çoxdur, Keşlə Enzilis yolu. Çünki ilk işimə gedəndə bu yoldan istifadə edərək gedirdim evdən işə. 10 km getmək, 10 km gəlmək, Montana gedirdim. O zamanlar velosiped yolu yox idi 8 noyabrda, ona görə bu yol daha məntiqli idi. İstərsəməz maşınlar daha az sürətlə hərəkət edirlər. Bu o zamanlar çox da təcrübəli sürücü sayılmazdım velosipeddə. İstərsəməz maşın yanına çox sürət keçəndə biraz titriyirdim, qorxurdum. Çox zaman çox möhkəm gedəndə çıxırdım. Sağda səki varsa səkiyə çıxırdım. Yoxsa bax indi gördüyünüz kimi yoxdur məsəl üçün. Yenə çıxırdım bir də. Beləcə yəni yol gedirdim. Ona görə bu yol kəşfdən sonra ancaq bu yolun istifadə etdim. Yəni Babək yolunu sürməm. Birbaşa Enzilis keşfetçidə, keşfirdən Enzilisə. Belə bir şey. Oradan qatar yolu ilə qatar yolunun üstündən keçib Montana çıxırdım. Yəni, daha təhlükəsiz yol olduğunu düşünərək bu yol davam edirdim. Düz tıxac çox olurdu. Gördüyünüz kimi qaqanız yolların qədim olduğu üçün tıxacdan yayınıram arada belənci. Ya da yayındığımı düşünürəm. Sanki yolu uzadıram və sonunda elə yeri çıxıram ki, yenə də həmişə tıxaca düşürəm. Heç bir fərqi olmur yəni. Amma yenə də boş, ən azından velosiped sürmüş olamda. Maşında dayanan insan istəsəmə çox da fərq eləmir, amma velosipeddə dayananda tıxacda çox sıxılırsan. İstəsəmə gün başına döyür, tərləyirsən. Çünki hərəkət edirsən və qəflətən dayanırsan, ürək döyüntün falan hamısı dəyişdiyi üçün istərsəmə tər gəlir adamın üzünə. Yəni sürəndə onu istəyirəmirsən. Çünki külək olur sürəndə. O ki dayandın, yəni zülümdür də, velosipeddə. Motosikletdə bilmirəm, motosiklet sürməmişəm. Amma velosipeddə yəni elədir. Yəni maşında kim deyilsən də, rahat deyilsən yəni. Ona görə də yol uzatsan belə, dayanmamaq. Yəni düşünə bilərsən ki, pedal fırlayırsan, yorulursan, amma yox da, boş söhbət. Bir yerdən sonra pedal fırlamaq insanı yormur həqiqətən, elə düşünürəm mən. Ki, mənim velosipedim yəni şosu verdi, MTV-dir. Ağır velosipeddir, amma yəni yorulmuram, yorulduğumu düşünmürəm. Yəni yorularam, çox kilometraj sürürsəm də, yəni 30-35 kilometraj artıq insanı yormur bir yerdən sonra. Velosiped sürmənin yaxşı tərəfi odur ki, mənim kimi asosial bir insan belə sosiallaşmağı bacarır. Yəni sırf velosiped sürməyə başlayandan sonra yox, zaman bir neçə il sonra da başqa insanlarla tanış oldum, yol yoldaşı oldum. Çox fərqli yerlərdən, yəni internetdən ya yolun ortasında belə tanıdığım insanlar oldu. Yəni eyni yol getdiyimiz yerdə tanış olmuşuq və münasibət qurmuşuq. Normalda mənim üçün yəni kiməsə desəm inanmaz yəni. Mənim tanıyan insanlar bilir ki, çox asosial biriyəm, danışmıram. Yəni gündə 25 dənə sözdən özümü ifadə edirəm, yola verirəm də. Yəni 26-cı sözü istifadə etmirəm bu dərəcədə. Amma yəni velosiped sürdükdən sonra bu barədə limitləri aşmışam. Bəzən artıq 50 sözə qədər qalxıram da. Yəni günlük limitim 50 sözü keçir. Yəni düşünürəm ki, onun mənə faydası çox olacaq gələcəkdə.
danışmağı unutmuşum, artıq danışa bilirəm yavaş-yavaş, tam olmasa belə. Yəni alınacaq. İnanıram ki, alınacaq yavaş-yavaş. Ona görə pedal çevirməyə davam edək. Və pedal çevirənlər istəsəniz bir-birini çox yaxşı anlayır və harada görsələr dost olmağa, tanış olmağa, sosiallaşmağa çalışırlar yəni. Nə qədər sosial olsalar belə, yəni aralarında da sosiallaşmağa bacarırlar yavaş-yavaş. Sağlıqla qalın, özünüzə yaxşı baxın. Hələlik.